Qızı Reyhan təsnifinin amuzişi. Bu ahəngidə aşağıda milər bemol işlənəcək, mi bemol, si bemol işlənəcək. La da bəzən la özü bekar işlənəcək, bəzi yerdə la bemol olacaq. Şur təsnifidir. Bəmmidə miyimiz özü olacaq. Mi bemol işlənməyəcək. Mi bekar işlənəcək. Başlayaq əvvəl mizanı. Fa, fa, mi o əlaməti bekardır. Ahəngin ki, əvvəlində mi bemol yazılıb, o əlamət gəliləndə bekar əlamətidir. Yəni, miyin özün çalacaq burada. Mi bemola getməyəcək. Bu midir. Bəs oldu fa, fa, mi. Tamtaradır, mizraplar rast, rast çəl. Fa, fa, mi. Falar rastlıdır, mi çəl. Ondan sonra yenirik fa, sol, rast, rast. Fa birindən, solu üçünə. Bəs oldu fa, fa, mi, fa, sol. Bu halət sürətlənəndə bu cür olacaq. Solu vurandan sonra adca məşsimiz, sükutumuz var. Sonra fa, sol vuracaq. İkisi də rast mizrap. Fa, sol. Bəs iki mizanı baham çalsa fa, fa, mi, fa, sol, es, fa, sol. Bu halət. Üçüncü mizan yenə əvvəl mizana taydı. Fa, fa, mi,